Hər vaxtınız xeyir. Mən də fürsətdən istifadə edib hər birinizi salamlayıram. Məndən əvvəl çıxış edən yoldaşlar ətraflı qeyd elədilər. Ona görə çox danışıq, vaxtınızı almaq istəmirəm. Qısaca olaraq onu demək istəyirəm ki, 44 gün davam edən və böyük qələbə ilə, zəfərlə nəticələnən bu müharibə bizim xalqımızın döyüş əzmini bütün dünya sübut elədi. Bilirsiniz ki, Azərbaycan xalqı tarixən elə olub ki, məcburən erməni deyilən bir qonşu ilə qonşu olmaq məcburiyyətində qalıb. Qonşuluq da bizdə təbii formada olmuyor. Gürcüstanın Türkmənçay müqavilələrindən sonra hissə-hissə Azərbaycan torpaqlarına köçürüblər və köçdükcə dəstəklərini müdafiə edən qüvvələrin səyi ilə zaman-zaman xalqımıza qarşı belə çirkin əməlləri alatıblar. 1905, 18, 20-ci illərdə saydıqca bitmir, tükənmir xalqımıza qarşı törədilən bu qisas, bu çirkin əməllər və 44 günlük davam edən bu müharibədə bizim qəhrəman oğullarımız və o dövrlərdə də şəhid edilən, məhv edilən insanlarımızın qisasını ala bildilər. İkinci Dünya müharibəsindən sonra dünyada hələ də öz ərazi bütövlüyünü təmin edən ikinci bir ölkə olmuyor. Bugün aşağı-yuxarı dünyanın 60'dan çox ölkəsi ərazi bütövlüyü pozulub müharibə şəraitindədir. O ölkələrin heç birinə öz ərazi bütövlüyünü təmin eləmək saadəti qismət ola bilməyibdir. Baxmayaraq ki, o ölkələrin böyük bir hissəsinə beynəlxalq dəstək var, həm maddi, həm texniki, həm hərbi baxımından köməklər olunur. Lakin ona baxmayaraq yenə həmin ölkələr öz ərazi bütövlüyünü təmin edir. Bu bir tərəfdən ondan irəli gəlir ki, o ölkələrin İlham Əliyev kimi dünya siyasətini dərindən bilən, istiqamətləndirməyi bacaran və nəyi nəvav etməyi sözün həqiqi mənasında dərindən bilən lideri yoxdur. Eyni zamanda Cənab Prezident qeyd edirdi ki, bizim nə qədər böyük hərbi texnikamız, gücümüz, qüvvəmiz olsa da o texnikadan ürəklə istifadə edən, vətən üçün canlılıqla belə ən ümdə hüququ olan yaşamaq hüququndan keçməyi bacaran oğulları olmasa, onlar o müharibədə qalib gəlməz. Və elə bizim qalibiyyətimizin, zəfərimizin mən hesab edirəm, ən ümdə, ən birinci səbəbi ondan ibarətdir ki, o xalqların, o ölkələrin sizi kimi qəhrəman övladlar böyüdən anaları yoxdur. Ona görə mən fürsətdən sonra bir daha hər birinizin qarşısında baş əyirəm. Bugün tədbiri həsb olunmuş Abdullah qardaşımızın timsalında bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Bütün şəhid yaxınları qarşısında baş əyirəm. Qazilərimizə can sağlığı arzu edirəm. Bugün də öz belə də missiyasını uğurla davam edən Azərbaycan ordusuna, Azərbaycan əsgərlə böyük qalibiyyətlər, qələbələr arzu edirəm. Çünki bizim hədəflərimiz hələ qarşıdadır, bizi böyük hədəflər gözləyir və o hədəflərə doğru hər birinizə uğurlar arzu edirəm. Sağ olun.